bu günləri sizin üçün Bakıxanov qəsəbəsində ərazini deyəcəm, tanıyanlar bilir. Manor otelin arxasında. Bakıxanov Ticarət Mərkəzinin arxası, yola da çox yaxın bir məsafədə. Villaların sıx yerləşdiyi yerdə Bakıxanov qəsəbəsinin ən elitli küçələrindən birində. Dörd sotun üstündə 2 mərtəbəli həyət evli villanı satışa çıxartmışıq. Allah xeyir versin. Çox gözəl villadır, şəxsi tikili villadır. O ki, dostlar zəng eləyir ki, şəxsi tikili istəyirik. Və həmən villanı dostlar sizin üçün tapmışam. Düzdür, evin təmirə ehtiyacı var. Hal-hazırda evdə yaşayış yoxdur. Həyətini yığışdırmaq lazımdır, evə əl gəzdirmək lazımdır. Amma şəxsi tikilidir. Ara kəsmələr hamısı monolit betonla iş olunmuş evdir. Yerləşmə yerini görsə dostlar, bax, hamısı həyət evlərdir. Kim alsa Allah xeyir versin, həqiqətən tam səmimi deyirəm, Bakıxanov qəsəbəsinin ən gözəl yerlərindən biridir. Bura Bakıxanov Ticarət Mərkəzinə, Neftçilər metro stansiyasına düşən yoldur. Hamısı villalardır, həyət evlərdir. İndi evin həyəti ilə sizi tanış edəcəm. Bura evin girişidir. Bura evin giriş qapısıdır. Böyle bir həyətimiz var. Mərkəzi kanalizasiya sistemi gördüyünüz kimi. Həyətində gülü, çiçəyi, ağacı. Hal-hazırda düzdür, dediyim kimi, əl gəzdirmək lazımdır. Amma çox keyfiyyətli tikilib. Geniş bir dənə həyət, bir neçə maşınlıq həyəti var. Sadəcə qarşı tərəfdən ibarət deyil dostlar. Arxada da 2 sot torpaq sahəsi var. Evin özü ilə tanış olaq. O evin üz görünüşüdür. 2 mərtəbəli evdir, 200 kvadrat. 5 otaqdan ibarət. Ara kəsmə dediyim kimi hamısı monolitdir. 12 metrəlik qarşısında eyvan hissəsi var, hamısını ətraflı göstərəcəm. Dostlar, indi evin arxa tərəfi ilə də tanış olaraq, yəni operatorunuz göstərsin, zəhmət olmaz. Arxada 2 sotdan artıq torpaq sahəmiz var. Kim istəsə arxada bir dənə də tikə bilər. Yəni bu arxa tərəfdə bir evdə tikmək olar, mümkündür. Arxada dostlar, gördüyünüz kimi əlavə tikilisi də var. Sanuzeldir, sanitar qovşaq və yay mətbəxdir. Burada 2 sotdan artıq torpaq sahəmiz var. İndi isə evin daxili ilə sizi tanış edəcəm. Dostlar, dediyim kimi, evdə yaşayış olmadığına görə, yəni əl gəzdirmək lazımdır. Koridorudur, otaqlara bölünür, gördüyünüz kimi koridor sistemidir. Daxili hündürlüyü 3 metrə 20 santim. Yəni buranı da göstərək, izləyiciləriniz görsün. Qoşa daşdır, dostlar, görürsünüz, çox keyfiyyətli tikilib. Evin daxili belə qoşa daşla inşa olunub. 40 kvadrat metr sahəli belə bir zalımız var. Belə qəşəng geniş bir dənə zaldır, dostlar. Pəncərəsi öz həyətinə baxır, onu da göstərərik inşallah. Yəni geniş zaldır. Ev həqiqətən dostlar, inşallah gəlib baxarsınız, şəxsi tikilidir, yəni adam özü üçün tikili inşa edib. Hal-hazırda yaşamır, müəyyən səbəblərə görə satır. Amma yerinə görə, yəni çox həqiqətən qiymət elə bir qiymətdir ki, yəni burada yaşayan izləyicilərimiz bilir, qiymət haqqında məlumat verəcəm videonun sonunda. Qiymət həqiqətən bu ərazidə mənim sizə deyəcəyim qiymətə nə torpaq var, nə də ki ev var. Belə bir geniş mətbəxtimiz, 25 kvadrat, yəni göstərir qardaşım. Pəncərəsi də gördüyünüz kimi reşotkası qoyulub, öz həyətinə baxır, radiatordur, stili sistemi kombidir. Burada belə bir birinci mərtəbənin sanuzeli, sanitar qovşağı, oradasa dostlar belə deyim də çox geniş bir dənə sanuzelimiz var. Aksesuarlar hamısı quraşdırılıb, gördüyünüz kimi. 15-16 kvadrat, belə deyim də uşaq otağı boyda belə bir sanuzelimiz var. Burada əlavə veşləri yığılmaq üçün kladovkasıdır. Dedim ki, yəni pilləkən fıstıq ağacından yığılıb, betonun üstündən. Yəni çox keyfiyyətli iş görülüb. 12 metrəlik eyvan hissəmiz var dostlar, onun da mənzərəsi tamam başqa bir şeydir, onu göstərəcəm inşallah. Evin 2-ci mərtəbəsindən təqdimata davam edirik. 3 metrə 20 santim daxili hündürlüyü. 2-ci mərtəbəmizdə də 4 otağımız var. Başlayaq bir göstərək qardaşım. 2-ci mərtəbədə də sanuzel, sanitar qovşaq mövcud. Belə deyim də dostlar, yüngül əl gəzdirmək lazımdır. Evdə yaşayış olmadığı üçün uzun müddət. Yüngül kosmetik işlər görmək lazımdır. Evə belə deyim, güclü xərc lazım deyil. Bir də onu deyim ki dostlar, yəni bu ərazidə satış yox. İstəyir torpaq olsun, istəyir ev olsun, satış yox.
Yəni kənardan göstərək, ev sahibinin əşyaları dostlar hal-hazırda yaşayış yoxdur. Üzürcü sayasınız. Bu otağı da göstərək. İkinci mərtəbənin koridor hissəsi də hardasa 6 metr uzunluğunda koridor hissəmiz var. Otaqların kvadratları da çox genişdir. Otaqların kvadratı belə deyil. Ən kiçik otaq bura dostlar, bura 15-16, bəlkə də 20 kvadrata yaxın ölçüləri var. Hər bir otaq 20 kvadratdan artıq ölçülərə sahibdir. Evin ümumi sahəsi 200 kvadrat. Kommunallar haqqında soruşsanız, kommunallar qaz, işıq, su, daimidir, istilik sistemi, kombidir, sənədlər tam qaydasında, onun haqqında da əlavə danışacağım. İndi istəyirəm eyvan hissəmizi sizin üçün təqdim edək. Bir də eyvan hissəmiz var. Buradan elə ətraflı göstərəcəm, baxarsın. Hamısı villalardır. Yüksək səviyyədə tikilmiş, köhnə ərazidir, belə deyim. Hamısı villalardan ibarət ərazidir. Bu yol videonun əvvəlində demişəm, Neftçilər metro stansiyasına, Bakıxanıq Ticarət Mərkəzinin yanına düşən yol bir. Belə eyvan hissəmiz var, 12 metr. Dəyərli izləyicilərim, evi sizin üçün təqdim etdik. Yerləşmə yeri haqqında da məlumat verdik. Allah xeyir versin. Həqiqətən belə deyim də, əvəz olunmaz bir yerdir. Qiymətini deyəcəm. Qiymət bilirsiniz neçədir dostlar. Yəni ərazidə ümumiyyətcə dediyim kimi satış yoxdur. Yəni 1 metrə belə torpaq satışda yoxdur. Onu deyim ki, yəni onsuz da burada yaşayanlar bilir. Bu evin qiyməti 365 min manatla 200 kvadratlıq ev, paket kupçalı ev, arkada da torpaq sahəsi var əlavə 2 sotdan artıq. 365 bin manatla satışa çıxır. Real alıcı olarsa ev sahibi ilə yüngül danışıq yeri olacaq. Razılaşmaq mümkündür. Sənədlər tam qaydasında, yerləşmə yerini dedik. Allah xeyir versin dostlar. Zənginizi gözləyirəm. Nömrəm səhifədə var. Əlaqə saxlayarsınız.